Hey. Dostlar salam. Bizim HR turumuz sona çatır. Turun sonuncu günüdür və bizim gözəl qrupumuz Azərbaycan deleqasiyası burdadır və istəyirəm təəssüratları da soruşum. Yəni ki, səmimi. Hazırlaşmamışıq, ChatGPT də yoxdur. Hamı kim doğrudan da ki, necə hiss eləyir özünü istəyirəm təəssüratları soruşum və başlayaq Jalədən. Jalə. Buyurun, yəni ki, təəssüratlar nədir? Bu 3-4 gündür artıq birlikdəyik, şirkətləri gəzmişik. Salam, ilk öncə hər kəsə təşəkkürümü bildirmək istəyirəm bu möhtəşəm bir tur üçün. Başda Laura xanım olmaqla bütün iştirakçılar çox möhtəşəm bir, belə deyək də, inanılmaz bir təcrübə bizə yaşatdılar. Şirkətlər, şəhər turu və s. hər bir şey yüksək səviyyədə təşkil olunmuşdu. Mən öz növbəmdə deyə bilərəm ki, öz şirkətimdə tətbiq edə biləcəyim bir çox məlumatlara malik oldum, nail oldum və mən əminəm ki, gələcək belə turlar olsa yenidən bunlara qatılacağam. Çox sağ olun. Çox sağ olun. Jalə, estafetanı Gəzban xanıma verək. Buyurun, Gəzban xanım. Salamlayıram bütün dostlarımızı. Bildirmək istəyirəm ki, bu səfər mənim üçün yalnız təcrübə, yeni təcrübə imkanı olmadı. İnsanlara və yanaşmalara başqa baxımdan, digər baxımdan yanaşmaq imkanı verdi. Fərqli ölkələr, fərqli yanaşmalar olsa da, insanları birləşdirən ən vacib şey etimaddır və bir daha vurğulamaq istəyirəm, öyrənmək istəyidir. Bu mühiti bizə yaratdığı üçün Laura xanıma və onun komandasına dərin təşəkkür edirəm. Siz sağ olun. Sağ olun ki, qoşulmusunuz. Sağ olun. Salamlayıram mən də hər kəsi. Günel adım. Mən də həmkarlarım kimi qoşuluram. Möhtəşəm bir təcrübə oldu. Mən bu tur barədə eşidən kimi həmən apply elədim. Çünki mən düşünürəm ki, HR-lar daim best practice barədə eşidir, amma realda bunu görmək ayrı bir təcrübə idi. Mən də həmkarlarım kimi bir çox notlar etdim. Öz şirkətimdə olmayanların tətbiqi üçün, onun bizim mədəniyyətimizə uyğunlaşdıraraq tətbiqi üçün notlar etdim. Bu fürsəti yaratdığına görə Fireworks komandasına, Laura xanıma minnətdaram və bu möhtəşəm komandanı da sevirəm. Yaxşı ki varsınız. Bəli, əslində Günel xanım doğrudan da ki, ən birinci yazılan insan olub. Günel xanımdan sonra elə Tahira olub. Tahira, buyurun. Mən də hər kəsi salamlayıram. Adım Tahiradır. İlk növbədə mən də təbii ki, təşəkkür etmək istəyirəm Fireworks komandasına və Laura xanıma bu imkan üçün və bizim komandamıza, hər birinizə təşəkkürlər. Qeyd edim ki, bəli, canlı şəkildə həmin HR praktikləri yaşamaq həqiqətən çox böyük təcrübədir və mən də həmçinin maraqlı best practicelər özüm üçün götürdüm, hansıların ki, bizim ölkəmizdə də tətbiq etməyi inşallah ki, planlaşdırıram. Burada fikrimcə təkcə professional yox, həm də özümüz üçün bir şəxsi inkişafımız üçün və şəxsi həyatımızda da tətbiq edəcəyimiz bir çox təcrübələr qazandıq. Təşəkkürlər. Çox sağ olun Tahira. Məsmə, buyurun. Mən çox təşəkkür edirəm Laura xanıma ki, belə gözəl bir, maraqlı, bizim professional inkişafımız üçün böyük töhfə verəcək bir tur hazırladı. Azərbaycanda indiyənə qədər tanımadığım və görmədiyim HR ekspertlərlə tanış oldum. Mənim çox xoşuma gəldi həqiqətən. Çox planlı, maraqlı və çox informativ bir tur oldu. Çox sağ olun Məsmə. İsmailim, buyurun. Belə bir HR turunun da iştirak etmək mənim üçün çox böyük məmnunluq hissi keçirdim və gözəl bir komanda ilə bir şəbəkələşmə prosesini yaşadıq. Doğrudan sözün əsl mənasında öz sahəsinin peşəkarları o insanlarla bir yerdə olmaq və Litva təcrübəsini öyrənmək, 6 ayrı-ayrı şirkətdə olmaq və onların praktikasını bölüşdürmək və sonradan onu Azərbaycanda tətbiq etmək imkanı doğrudan da çox möhtəşəm. Bu tur haqqında, burada olan yüksək təşkilatçılıq haqqında bir cümlə demək istəyirəm, çox möhtəşəm idi. Çox sağ olun. Çox sağ olun, siz də qoşulmusunuz. Fidan xanım, buyurun. Həqiqətən mən də görən kimi elanı, yəni Fireworks-ın elanını görən kimi HR tur barədə ilk növbədə yəni bura müraciət elədim. Siz Laura xanım başda olmaqla bütün Fireworks-ın işçilərinə, Elmira xanıma həmçinin çox böyük təşəkkür etmək istəyirəm ki, bütün sənədləşmədə bizə kömək oldular və bu tur həqiqətən çox gözəl bir təcrübədir. Çox mən yəni gözləntilərimi də aşdı, hətta deyə bilərəm və getdiyimiz hər bir şirkətin hər hərəsində bir xüsusiyyət çox xoşuma gələn bu işçilərin ofisdə özlərini sərbəst, rahat və evdəki kimi hiss eləməyi üçün yaratdıqları şərait çox xoşuma gəldi və bunu mən nəzərə alacağam. Çox sağ olun. Əslində Fidan xanım da qoşulanlardan, yəni ki, ilk insanlardan biri olub. Doğrudan da ki, biz 6 ay hazırlaşmışıq bu tura. 6 ay. Dekabr ayından bəri, may ayının sonuna kimi demək olar. Əslində Fidan xanımın həyat yoldaşıdır. HR olmadığı üçün sizə yəqin ki, HR praktikalar o qədər də aktual deyil idi. Amma Vilniusun özü, yəni ki, təəssüratlar bölüşə bilsəniz. Teşekkürler biz hamımıza.
qayğı göstərdiyinə görə, çox gözəl yerlər gəzdiyinizə görə, əla keçdi hər şey, çox xoşumuz gəldi. Davamlı olsun. Çox sağ olun. Çox sağ Orxan olun. bəy də Jalə xanım da həyat yoldaşıdır. Mən sevinirəm ki, siz də qoşuldunuz. Buyurun, təəssüratlarınız. Mən də təşəkkürümü bildirmək istəyirəm Fireworks şirkəti və onun təsisçisi olan Laura xanıma və bütün komanda üzvlərinə təşəkkürümü bildirmək istəyirəm ki, gözəl bir gün keçirdik. Həqiqətən fərqli bir mədəniyyət, fərqli yerlər falan. Təşəkkürlər, minnətdaram. Bizim sonuncu iştirakçımız Fidan xanım qalıb. Bizdə 2 dənə Fidan qrupada var idi. Onlardan biri də sizsiniz. Fidan xanım, buyurun, öz təəssüratlarınızı bölüşün. Qısaca deyim ki, Fireworks komandası möhtəşəmsiz. Bu gözəl Çox sağ təcrübə olun. üçün hər birinizə təşəkkür edirəm. Bu gözəl tanışlığımız üçün hər birinizə təşəkkür edirəm. Və əlbəttə ki, Laura xanım, sizə biz nə qədər təşəkkür eləsək az olar. Bu möhtəşəm tədbir üçün, bu təşkilat üçün, bizim üçün yenə təkrar edirəm, bu möhtəşəm təcrübə üçün sizə çox sağ olun deyirəm və Litva, mən çox darıxacam, Vilnius. Çox sevdim buranı. Təbii ki, yəni ki, təşkilatçılıq bir kənara, peşəkarlıq bir kənara. Sevinirəm ki, sizin üçün doğrudan da ki, bunlar hamısı şirkətlər dəyərli olub. İnanıram ki, nəyisə tətbiq eləyəcəksən. İnanıram ki, hansısa bir məqamda sizin də bir yəni ki, çox fərqli olacaqsınız artıq qaydanda. Amma o birisi tərəfdən mən sevinirəm ki, siz burdasınız. Sizin üçün bu maraqlı tur olub. Mənim üçün bu elə bir kosmos kimi olub. Nə üçün kosmos kimi? Çünki bu qövdə Azərbaycan həmkarları burada görmək, sizi qarşılamaq mənim üçün məncə çox böyük birincisi şərəf idi. Mən çox həzz aldım hər şeydən başqa. İş deyil bu mənim üçün ki, həm hobbi, həm iş, həm yəni ki, istirahət. Doğrudan da ki, ürəkdən deyirəm. Çox sağ olun ki, varsınız, çox sağ olun ki, gəlmisiniz və digər turlarda görüşənədək. İndi hər kəsə yəni ki, Xarıncı olsun.